Şagirdlər, Qalata mat 1 çarpanlar ayırma mövzusu test 9-dan sual izahını davam edirik. Bizdə də qruplar ayırma mövzusu gedir. Bu mövzunu Əhmədlə bir yerdə işləyəcəyik. Biraz çətin suallardır. Əhməd necəsən? Yaxşı, sizdə Çox sağ ol. Əhməd, bu testə bir yerdə baxacağıq. Test 9-da birinci sual. Bu biraz çətin sualdır Əhməd. Sən fikrin burada olsun, bir yerdə buna baxaq. Amma birinci sualda x kvadrat üstə gəl 3x çıx 2 bərabərdir 0 verib. Bizdən belə bir ifadəni soruşur. Bu ifadəyə mən belə yanaşacağam. Deyəcəm ki, x kvadrat bərabər olsun. Bu ifadədə 3x çıx 2-ni o biri tərəfə atsam nə olar? x kvadrat bərabərdir. Mənfi 3x üstə gəlsin 2. Əla. Sonra aparacağım bu ifadədə x kvadratın yerinə mənfi 3x üstə gəl 2 yazacağım. Aydındır bura qədər. Hə. Ortaq məxrəcə gətirəm x-də. Bunları vuranda olacaq mənfi 3x kvadrat üstə gəl 2x üstə gəl 6. Bu da aydındır. Hə. Yəni x kvadrata biz nə demişdik? Mənfi 3x üstə gəl 2. Təzədən yerinə yazıram. Mənfi 3-ü mənfi 3x üstə gəl 2-yə vuranda nə alınır Əhməd? 9x üstü 3. 9x yox, x kvadratın yerinə bunu yazıram Əhməd. Hə, 9x. 9x çıx 6. Elə x kvadratın Hə. yerinə 3x mənfi 3x üstə gəl 2 yazıram. Bilmədin? Başa düşdüm. Sonra da 2x üstə gəl 6. Buradan 6'lar gedir. 9x-dən 2x 11x, x-ə böləndə 11. Aydındır? Hə. Bu belə. 5-ci sualda daha asandır. Əhməd, birinci sən mənə kömək elə bunun kvadratını alaq. Yuxarıdakı x plus 1 bölü x-in kvadratını alaq. Bunun kvadratını alsam mötərizə kvadrat. Nə alır? X kvadrat. X kvadratı Aha. üstə Sən gəlsin 2. 2 üstə gəl 1 bölü x kvadrat. Bərabərdə 16. Bu 2-ni atsam o tərəfə. Alınır x kvadrat üstə gəl 1 bölü x kvadrat bərabərdə 14. Düzdür? Hə. İndi bu 14'dür. Bir dənə də bu ifadənin kvadratını alsam mən kənarda. X çıxılsın 1 bölü x-in kvadratını alsam. Alınır x kvadrat çıx 2 üstə gəl 1 bölü x kvadrat. Düzdür? Biz bunu tapmışıq 14 Əhməd. 14-dən 2 çıxsam nə qalır? 12. Kvadratı 12-dirsə özüm necə taparam? Kökə salaram. Kökə salsam x çıx 1 bölü x bərabərdir. Ya kök altda 12 olar, ya da mənfi kök altda 12 olar. Sualda bizə deyir ki, x 1 və 0 arasındadır. Biz də öyrənmişik ki, 1 və 0 arasındakı ədədlərin tərsi özündən böyükdür. Misal üçün 2-də 1-in tərsi nədir? 2-də 1-in tərsi 2. Hə, özündən böyükdür, düzdür? 0-1 arasındakı ədədlərin tərsi özündən böyükdür. Yəni mən əgər bu ədəd 0-1 arasındadırsa, x-dən x-də 1 çıxan da mənfi alınmalıdır. Ona görə kök 12 yox, mənfi kök 12 götürəcəm. A variantı. Aydın oldu? Hə. Baxaq ikinci suala. İkinci sualda a kvadrat çıx a üstə gəlir 1 0-dır. Bizdən belə bir. Burada da Əhməd, belə bir şey edəcəm bax. Burada a mənfi a ilə 1 o biri tərəfə atsam nə alınır? A kvadrat bərabərdir. Nə alınır? A kvadrat bərabərdir. 1 1 mənfi 1 üstə gəlsin. və ya 1 çıxan. Mənfi yox. Hə. Sən düz dedin. Mənfi 1 üstə gəl. Düzdür? İndi baxaq. Hə. Bu a çıx üçün kvadratını açıram. Nə alınır? A kvadrat çıx 6a üstə gəl 9. Bu açıram nə alınır? Hə. 1 çıx 2a üstə gəlsin a kvadrat. Buradan alınır 2a kvadrat çıx 8a üstə gəl 10. Bu a kvadrat nəyə bərabərdir? Mənfi 1 üstə gəl a-ya. A kvadratın yerə mənfi 1 üstə gəl a yazıram. İki a'dan 8a çıxanda mənfi 6a üstə gəl 10. Oldu 8 çıx 6a. Başa düşdün? Hə. Mənfi 8a, 2a, mənfi 6a. Yəqin ki, E var. C variantında var cavab. 8 çıxıb, burada eyni variantdır. Əvvəl deyilərik deməli, a kvadrat əvəz elədim, sonra a kvadratın yerinə yenə mənfi 1 üstə gəl a yazdım.
Aydındır. Bəli. İndi 6-cı sual. 6-cı sualda x kvadrat mənfi 4x. Burada nəyə diqqət edəcəm? X olanlara bir fikir verək. X kvadrat çıx 4x-i hansı düsturdan ala bilərəm? X çıx 2-nin kvadratından alınar. Bəli. İndi sən y-lərə bax. Y kvadrat və mənfi 6y. Bunu necə alaram? Y çıx 3. Kvadratı. Aha. Y Z kvadrat çıx 8z. Bunu necə alaram? Z çıx 4-ün kvadratından. Bəli. İndi burada fikir ver. Bunu atsam x kvadrat 4x və 4 alınır. Y kvadrat mənfi 6y və 9 alınır. Burada da z kvadrat mənfi 8z və 16 alınır. 3 tane ədəddə toplayanda 4, 9 və 16. Bunları toplayanda nə alınır? 29. Görsə də eyni şey almış oldu. Deməli, bu ifadəni bu şəkildə yazmaq olar. Ondan sonra düşünürəm. 3 dənə ədədin kvadratların cəmi sıfırdırsa, bunları ayrı-ayrı nə eləmək lazımdır? Sıfıra bərabərləşdirmək lazım. Bəli, x oldu 2, y oldu 3, z oldu 4. Bizdən də vurma istəyir, vursam alınacaq 24 E variantı. Başa düşdün? Bəli. Gəldik 3-cü suala. A kvadrat üstəgəl A üstəgəl bir 100'dür. Burada A ilə 1 atsam o tərəfə A kvadrat bərabərdir mənfi A çıx 1. Bizə A üstü 102 lazımdır. A üstü 102 necə yaza bilərəm? Birinci A kvadratı bilirəm. Mən A üstü 4'ü tapım. A üstü 4 nə deməkdir? A kvadratın kvadratı. Bu da olur mənfi A çıx 1'in kvadratı. Burada da mənfinin qabağa atıb kvadrat ala bilərəm. Alınacaq A kvadrat üstəgəl 2A üstəgəl 1. Bu aydındır. Elə belə düşün. Mənfini qabağa atdım. Mənfi A plus 1 oldu. Sonra kvadrat aldım. Mənfi də kvadratı müsbət eləyir. Bu da kvadratı bu alınır. Düzdür? Bəli. İndi təzədən A kvadratın yenə bu ifadəni yazıram. A kvadrat axı mənfi A çıx 1 idi. Bəli. Elə bayaqki biraz uzun versiyasıdır. Alındı A. Deməli A üstü 4 A-ya bərabərdir. Bura qədər aydındır. Bəli. İndi biz A üstü 4'ü də bilirik, A üstü 8'i tapa bilərik. A üstü 8 də A üstü 4'ün kvadratı deyil. A üstü 4-ün kvadratı. A üstü 4 nə idi? A idi. Oldu A kvadrat. A kvadrat da bu deyil. Mənfi A çıx 1. Bura qədər aydındır. Bəli. Amma indi A üstü 16'ını tapsam nə eləməliyəm? A üstü 8'in kvadratı. Yəni A üstü 8 də nədir? Mənfi A çıx 1. 10 kvadrat. Bəli. Mənfi A çıx 1'in kvadratını bayaq tapmışıq da. Nə alınırdı mənfi A çıx 1'in kvadratını? A alınırdı. Deməli A üstü 16 da A-ya bərabərdir. Başa düşdün bunda? Bəli. Bu eyni qayda davam edəcək. A üstü 16 A-dır. Deməli A üstü 32 bu kvadratı. A-dan sonra nə alınırdı? A-nın kvadratla aldı bu ifadə. Mənfi A çıx 1'dir. Sonra A üstü 64 yenə A-dır. Başa düşdün? Çünki bu bir də kvadratla alacaq, bir də bu ifadə alınacaq. Bu da A-ya bərabərdir. Başa düşsən Əhməd? Bəli. Bir də 64'e çatmışıq. Qalır bu 102'yə tamamlaq. Burada nə edirəm? Mən 64 ilə 32'yi bilirəm. A üstü 64'ü A üstü 32'ye vursam neyi verir? A üstü 96'dır. A üstü 96'ını da taparam. Yəni mənfi A çıx 1'i vuraram A-ya. Burada nə alınır? Mənfi A kvadrat çıx A. Bəs A kvadrat nəyə bərabər idi? Mənfi A çıx 1. Bunun da qabağında mənfi varsa olacaq A üstəgəl 1 çıx A. Olacaq 1. Bu da aydındır. Bəli. İndi A üstü 96'ı da bilirəm. A üstü 102'ni A üstü 96 ilə də göstərərəm. Yazarım bir də A üstü 96. Başqa nə bilirəm? 6 lazım da mənə. Bir dənə A üstü 4, A üstü bir 4, dənə A üstü 2. Əla. A üstü 96 1'dir. A üstü 4 nədir? A-dır. A üstü 2 nədir? Mənfi A çıx 1'dir. Bəli. Bunları da vursam alınacaq yenə mənfi A kvadrat. Çıx A. 10 bayaq da gördük. Bax, mənfi A kvadrat çıx A-da nəyi verir? Gəlir axırda 1 alınır. Oldu 1. Yəni A variantı. Başa düşdün? Bəli. Yəni belə sualda əvəzləmə edirik. Qüvvət ala-ala verilən qüvvətə çatmağa çalışırıq. Biraz uzunluq əslində çətin deyil. Baxaq. 7-ci sual. 7-ci sualda
Eləyəcəyimiz nədir? Baxıram ki, burada bir qoşmalı filan bir ifadəyə oxşuyur. Belə bir şey eləyəcəm Əhməd. Bu ifadəni, bunun qoşması nədir? 3 üstü A çıx 1 deyil. Bəli. Vuracam 3 üstü A çıx 1-ə, böləcəm 3 üstü A çıx 1-ə. Nəticədə eyni şeyə vurub böldüyüm üçün heç nə dəyişmiş olmayacaq. İndi 3 üstü A çıx 1, 3 üstü A plus 1-ə vuralda. A çıx B, A plus B deyə düşünsək, 9 üstü A çıx 1 alınmır. Bəli. 9 üstü A çıx 1-i də 9 üstü A plus 1-ə vursa belə alır. 81 üstü A çıx 1 alınmır. Bəli. Bura qədər aydındır. Bəli. 81 üstü A 3 üstü 4 A demək deyil. Bəli. Bu da 3 üstü 4 A'dır. 3 üstü 4 A çıx 1'i 3 üstü 4 A plus 1'ə vursa belə alır. 3 üstü 8 A çıx 1. Yəni birinci kvadratı çıx ikinci kvadrat. Düzdür. Bəli. Aşağıda da olduğu kimi saxlayırıq. İndi fikir verir cavabı. Bunlar onsuz da məxrəci ilə ata bilərəm. Geriyə qalır bu ifadə. Bunlarla bərabər olması üçün A nə olmalıdır? 1. Başa düşdün? Bəli. Dəqiq Əhməd. Bəli. 4-ə gəlik. 4 bayaqçı və yuxarıdakı asal formasında səldəmə yazıb. Birinci A ilə 1 ataq o tərəfə. A ilə 1 o tərəfə atanda A kvadratı bərabərdir. A üstə gəlsin 1. İndi A üstü 5 almalıyım. Birinci A üstü 4'ü tapaq. A üstü 4 tapmaq üçün A üstü 1-in kvadratını. Əla. A üstü 2'nin yerine bunu yazsam. Ne alır bunu atsanda? Olacaq. Nə, A A kvadrat. kvadrat üstə gəlsin 2. A üstü gəlir 1. A kvadratın yerine yenə aparıb A plus 1 yazıram. Ne alır? 3A üstə gəl 2. Başa düşmədin? Başa düşdüm. İndi A üstü 4'ü bilirəm. A üstü 5'i A üstü 4'ünə necə yazaram? A üstü 4 vur A. A üstü 4'ü 3A üstə gəl 2 olduğunu bilirəm. Bir də A'ya vursam. Ne alır bunu atsanda? 3A kvadrat üstə gəl 2A. Düzdür. 2A. İndi A kvadrat neye beraberdi? A plus kvadrat 1'e. A üstə gəlsin 1-ə. Əla. Bunu atsak alınacaq 5A üstə gəl 3. Yəni C variantı. Başa düşdün? Hə. 8'ə baxaq. 8'ə diqqət edin Əhməd. Bu ehtimal nəyisə düsturudur, görək görə bilərik. 8 tipli suallara görə həmişə fikir ver nəyə bilirsən. Bu ikisinə. 16x üstü 4 nə üstü 4'dür? 2x'in 4-cü qüvvəti deyil. Hə. Bu nəyin 4-cü qüvvəti? 3y. Və burada bir dənə çıxma, bir dənə toplama gedir. Deməli, bu çıxma düsturudur. Yəni, bu 2x çıx 3y üstü 4'dür. Başa düşdün? Bəli. İndi x-i yerinə qoyuram 2 dəfə 2000. Y-i də yerinə qoyuram 3 dəfə 1333. Üzəri 4. Bu da olur 4000 sıx 3999. Çıxa bilərsən Əhməd bunu. 1. Qəşəng. 1 üstü 4'də 1. Başa düşdün? Bəli. 9-cu sual. 9-cu sualda yəqin ki, ortaq qurğu mötərizə xaricini çıxartmalıyıq. Görək nəyi eləməliyik Əhməd. Birinci bir də üçüncüyə baxaq surətdə. AY kvadrat 2y kvadrat. Burada ortaq olan nədir? Y kvadratdır, düzdür? Çıxartsam nə qalır? Hə. Artıq 2. Bu ikisinə baxaq. Burada ortaq nədir? Mənfi 9'u çıxartsam yenə açıq 2 qalır. Düzdürmü? Bəli. Buna baxaq. Y-i çıxardıram, yenə açıq 2 qalır. Sıxılsın, 3'ü çıxardıram, yenə açıq 2 qalır. Bunu da yazdım. Bu hissəyə də baxaq. Y-i çıxartsam açıq 2 və burada. Mənfi 3'ü çıxartsam yenə açıq 2. Düzdür Əhməd? Açıq 2. Bəli. İndi bunu bura köçürmədim. Buradadır da. Yer az idi. Yuxarıda oldu açıq 2 vur.
Y kvadrat çıx 9 qalır. Onu da necə yaza bilərəm? Y çıx 3, Y Y üstə çıx gəl 3. 3 burası ne üstə gəlir. Hə. Aşağıda da A çıx 2-ni çıxardıram. Qalır Y çıx 3. Üstə gəl. Burada da A çıx 2. Yuxarıda da A çıx 2-ni çıxartsam, Y çıx 3. Bu A çıx 2-lər gedir, Y çıx 3-lər gedir. Burada da A çıx 2-lər gedir. Qalır Y üstə gəl 3, üstə gəl Y çıx 3. 3-lər də gedir, qalır 2Y. Başa düşdün? Hə. Baxaq 13-cü suala. 13-cü sualda bizdən A üstü 4 çıx B üstü 4 istəyir. Görək bunu necə tapa bilərik. Belə başlasaq, A üstü 4 çıx B üstü 4 ilə deməkdir. A kvadrat çıx B kvadrat vur A kvadrat üstə gəl B kvadrat. Düzdür? Hə. Yaxşı. Bunu hələ ki saxladıq. A kvadrat çıx B kvadratı ilə tər tapa bilərik. Bu da biraz mürəkkəb sualdır. Belə başlaya bilərik Əhməd. Bunu bizə onsuz da verib də bu nədir? Kök altda 7. Düzdür? 7. Qalır A kvadrat çıx B kvadrat. A kvadrat çıx B kvadratda necə tapıb? Birinci belə yanaşa bilərik. Bu A çıx B vur A plus B deməkdir. A çıx B vur A plus B. Düzdür? Biz gələk bu ifadədə A kvadrat üstə gəl B kvadrat kök altda 7-dir. Mən bunun üstünə 2AB gəlsə, bunu A üstə gəl B-nin kvadratını tapmağa çalışsam, olacaq A kvadrat üstə gəl B kvadrat üstə gəl 2AB. Bu da olacaq kök 7 üstə gəl 2. Düzdürmü? Hə. A çıx B-nin kvadratını tapsam, olacaq A kvadrat üstə gəl B kvadrat çıx 2AB, yəni kök 7 çıx 2. Bura qədər aydındır. Hə. İndi Əhməd, mən bu iki ifadəni bir-birinə vursam, olur A plus B-nin kvadratı vur A çıx B-nin kvadratı bərabərdir. Kök 7 üstə gəl 2-ni kök 7 çıx 2 ilə vuranda nə olur? 7 çıx 4, yəni 3 olur. Hə. Hə? Bu ikisini vursam. Hə. Yaxşı, indi bunların kvadratları vuranda 3 alınırsa, deməli A plus B-ni də A çıx B-yə vuranda nə alınmalıdır? Kökə salsam. Kök altda 3. Başa düşdün? Hə. Mən bu ifadə kök 3-dür. Kök 3-ü də kök 7-yə vuram olur kök altda 21. Biraz maraqlı sual idi. Aydın oldu. Hə. Gəldik 10-cu suala. 10-cu sualda bu hissəyə baxaq. Ortaq mərkəzə gətirsəm, x plus y-də ikili bu ifadəyə vuraldı. 2x üstə gəl 2y çıx 2x. Bundan əvvəlki suala görə çox asaldır. Böl. Bunu ortaq mərkəzə gətirsəm nə olur Əhməd? X plus y-də 3x üstə gəl 3y çıx 3y. Başa düşdün bunu? Hə. Yuxarıda 2y böl x plus y. Böləndə tərs çevirəm, x üstə gəl y yuxarı idi. Burada da 3x. Bunlar da ixtisar edir, nə qalır? 2y böl 3x. Aydındır. Hə. Qəşəng. 14-ə baxaq. 14-də də bizdən x plus 5y böl y çıx 3x belə bir ifadə istəyir. Görək nə eləyə bilərik. Yuxarıda ortaq vuruq nədir Əhməd? X deyə X. bilərik də. X hələ ki. 3x kvadrat çıx lə 7y kvadrat. Aşağıda ortaq vuruq nədir? Y. Çıxarsam nə qalır? 7y kvadrat çıx 3x kvadrat. Düzdür? Hə. Bir də Əhməd, biz bunları alt-alta bölsək, bununla bu gedər, amma mənfi qalar. Qalar mənfi x bölü y bərabərdir. A-lar da gedər 2 bölü 5. Bura qədər aydındır. Hə. Bunda çarpaz vursam alınacaq 2y bərabərdir mənfi 5x. Y-ə 5k desəm, x nə olur? Mənfi 2k. Aydındır. Yerlə qoyuram. Y-ə 5k, x-ə mənfi 2k. Mənfi 2k üstünə gəl 5 dəfə 5k böl 5k çıx
3 dəfə mənfi 2K. Buradan alınır 25 sıx 2, 23K. Burada 5 üstəgəl 11K. 23 böl 11. Aydındır. Bəli. 11. 11-də bu hissəyə baxaq. Bu 3-ü necə yaza bilərəm? Bu nəyin düsturudur, Əhməd? Açıq 3B-nin Kvadratı. kvadratı. Əla. Burada da ikili çıxartsam, yenə açıq 3B qalar. Əla. Açıq 3B yerə 4 yazıram. 4-ün kvadratı üstə gəl 2 dəfə 4. Başa düşdün? Bəli. Qəşəng. 15-ə baxaq. Bunları vuranda nə alır, Əhməd? 2 üstü 2 açıq 1 olur. Bəli. Bunu da buna vursam, buna daha doğrusu. 2 üstü 4 açıq 1 olur. Bəli. Bu 2 üstü 4 açıq 1-i də 2 üstü 4 A üstə gəl 1-ə vursam, 2 üstü 8 açıq 1 olur. 2 üstü 8 açıq 1-i də 2 üstü 8 A plus 1-ə vursam, 2 üstü 16 açıq 1 olur. Üstünə də 1 gəlirik, buradakı 1-i. 2 üstü 32. Birlər getdilər. 16 A 32, yəni A olur 2. A variantı. Başa düşdün? Bəli. Əla. 12-ci sual. Bunu da bir yerdə eləyək, Əhməd. Testimizi bitirək. 12-ci sualda balaca görmür, Əhməd. Xeyr. Yaxşı. Bu hissəyə baxaq. Bunları ortaq məqləsdə yazsam, Əhməd, olacaq 1 çıx m kvadrat. Bul çarpaz burada da alır 1 üstəgəl m-in kvadratı. 1 üstəgəl m mötərizə kvadratı nə alır? 1 üstəgəl 2m üstəgəl m kvadrat. M kvadrat. Bu da 1 çıx m-in kvadratı alınır. Prosta qabağında mənfi var. Diqqət edin. Ona görə olur. Normalda 1 çıx 2m olardısa, amma 1 müsbət olardı, mənfi olur. Burada mənfi 2m alınır. Qabağında mənfi var. Müsbət 2m olur. Üstəgəl m kvadrat olur. Qabağında mənfi var, olur çıx m kvadrat. Aydındır bu. Yəni hər birinin işarəsini dəyişdim. Vurulsun. Burada ortaq məxrəc m, yuxarıda 1 çıx m kvadrat. Qəşəng. Bunlar indilər getdilər. Birlər getdi, m kvadratlar getdi. Qaldı 2m üstəgəl 2m, 4m böl m. O da oldu 4. Dəqiqli E variantında var, görünmür. 4. Aydındır. Bəli. Yaxşı, 16-ya baxaq. Nə eləyə bilərik 16-da? Əhməd, yuxarıda ortaq qrup nədir? 3x olar. Yuxarıda ortaq. Bəli. Çıxarsam nə qalar? 3-dür. 4x 4x sıx. sıx 1. Niyə bunu bu qədər düşündün? 2 vur 3x. 3x hər tərəfdən atıram. 3-lü 4x sıx 1-i a kvadrat sıx b kvadrat kimi düşünsək, necə yaza bilərik? 3-2x Sıx 1 vur 3-lü 2x üstə 2 gəldi. üstə gəl 1. Bunlar gedirlər. Burada bir dənə bu qaldı. Cavabda 2. Всё. 3 2x bərabərdir. 2 ilə 1-i toplayıram 3. Buradan 2x olur 1. X də olur 1 böl 2. Yəni 2-də 1. Aydındır. Bəli. Oldu şagirdlər. Bu da dərsimizin son sualı idi. Əhmədlə bir yerdə işlədik. Sağ olun.